bir daha oturun. Hazırda abidənin yanına gedirik. Heydər Əliyev abidəsinə gül qoymağa, gül təqdim etməyə. Aysu xanım, gözəl Aysu Abbasov telemiz. Hansı tele? Hansı tele? Möminə xatun. Möminə xatun türbəsi. Bəli. Bəli, onun telesi. Team leader. Bana da gül. Gördüyünüz kimi team liderimiz artıq formalarımızı və bəlciklərimizi bizə təqdim edir. Gedirik yemək yeməyə. Yenə unuttum ben. Mən uduzum buranı hələ. Yoxdur, geri zəkalı. Aşağı bax, aşağı. Əsəbləşdi, team leader. Valla deyir aşağı bir yuxarı. Ay baba, biz aşağı getmək üçün gəlməlidir yuxarı. Həqiqi? A few moments later. Və artıq günorta yeməyini yemək üçün yeməkxanaya gəlmişik. Gördüyünüz kimi hər kəsin üzərində formalar var. Team liderlərin forması niyə qırmızıdır deyə soruşsanız, yəni özlərini bildirmək məqsədi ilə bura seçilib. Burada yemək yeyirik. Gördüyünüz kimi növbə yemək seçildiyimizdə. Gördüyünüz kimi biz bu mərtəbədə qalırıq və otaq 421. Bu da otağımızın açarı, kartdadır, yəni mükəmməl bir sistemdir həqiqətən. Mənzərəsi falan da əladır. Gəldi, indi giriş edirik otağımıza. Qapımız açıldı. Estağfirullahal-azim. Estağfirullah. Yəni otaq belədir, bu formada, yəni bir otaqlıdır. Burada da biz. Əlavə olaraq da indi digər hissələri sizə göstərim. Bu arada işığı yandırmaq üçün yenə kart sistemindən istifadə edirsiniz. İşıqları yandırırsınız. Buradan başlamaq istəyirəm. Həqiqətən çox səliqəlidir. Diş Konuş artık. fırçaları, əlavə olaraq sabunlar. Eyni zamanda burada gördüyünüz kimi, yəni saçı qurutmaq üçün fen də qoyublar. Hətta yəni çox yaxşı inkişaf etmiş bir otel olduğunu yenə də göstərir. Bu nədir? Çantalarımızı qoymaq üçün, paltar çantalarımızı falan qoymaq üçün bir ərazi. Çaylar, gördüyünüz kimi Azər çayı, eyni zamanda beta-teya, həqiqətən bunun içməkləri çox yaxşıdır. Şəkər, hər şey çox yaxşı qablaşdırılmış formada. Yəni belə soyuducu. İndi isə düşərgənin ən maraqlı, ən sıxılmadan izlədiyimiz, ən yuxumuzun gəlmədiyi təlimdəyik. Həqiqətən çox maraqlı keçdi. Yəni çox əla idi. Heç kim telefona baxmadı. Yəni super. Hazırda stadionun həyətindəyəm. Yəni bu formadadır. Həqiqətən çox genişdir. Dəhşət dərəcədə geniş. Yəni digər tərəfində də var. Digər tərəfində də biri var. Yəni çox böyükdür. Həddindən artıq böyükdür. İndi nəsə gedirik təlimə. Çox yorucudur həqiqətən. Buradan da bizim uşaqlar gəlir. Fəaliyyət göstərirəm. Və rəsmi olaraq Atqanın verdiyi turizm bələdçiliyi kartını almışam. Eyni zamanda Cənab Prezidentin sərəncamı ilə A few inches later. kimdir? İlk olaraq ondan başlamaq istəyirəm. Turizm bələdçisi gələn qonaqlara Hazırda slayd təqdimatındayıq. İndi bizim qrupun uşaqları slaydlarını təqdim edəcək və o 10 qrupdan ilk üçlük qalib gəlir. Nəysə, görək bizdə necə olur. Ağırda 3 komanda burada qalib çıxacaqdır. Hansı komanda daha yaxşı, öz fikirlərini bölüşsə daha yaxşı. Niyə ingiliscə danışacağım? Çünki mən bu ərazini turistlərə təklif edirəm. Deməli, our topic is Gəncə, the magic of Gəncə. Now I'm going to fly this city to you. You can... Biz mehriban aileyik, biz mehriban aile. Həqiqətən mənzərəsi çox qəşəngdir. Sadəcə olaraq yaşıllıqlar içərisində olduğuna görə yaşıllıqdan düzü xoşum gəlmir. Sadəcə olaraq bura biraz belə qəribədir. Həm müasirlik var, həm yaşıllıq var. İkisi bir arada. Uşaqlar gördüyünüz kimi futbol oynayır. İndi gedək voleybol oynayanları tapaq. Bu arada bu yeganənin telefonudur. Qəşəng bir şəkil çəkdirdim. Yeganəyə sürpriz olaraq. Deməli, buradan 3 dənə uşaq tapmışam. 3 dənə uşaq tapmışam. İkisi yerlərini biri çəkir. Kara geceler üzerime... Eşref! Eşref! İndi isə gedirik telefonun sahibinə təqdim eləməyə. Güclü oyun gelir. Güclü oyun gelir.
Salam dostlar, bugün Ateşkar en büyük. birinci neyle? Əsəbləşməyin. Bu insanlar niye belə eləyir? Komanda var. Təminə qrup yoldaşım, Emil alt qrup yoldaşım, Cavanşir ikinci qrup. Hansı ixtisas? Hörmətli olacaqsınız. Bəli. İlahə Cabbarova. Aynur. Melo. Melo. İndi qiymətləndirmə söhbəsidir. Hazırda hamı cavabların çıxmasını gözləyir. Burada yaşıl çay düzəldib içirik və axşam saat 1-dir, 1-ə qalıb. Burada gördüyünüz kimi bu arada yəni otelin özünün burada çay növləri, Azərçay, Beta-T, yəni yaşıl çay, eyni zamanda şəkərlər və 2 dənə stəkan, 2 dənə də su qoymuşdu. O su ilə çay düzəltdik biz, yəni qaynatdıq. İndi də yaşıl çay içmə seansındayam. Yəni belə. Sabah yeməyimizi yedik. İndi digər korpusa master klass var, meyvə master klası. Ümumiyyətcə keçən il eyni zamanda bu ildə daxil olmaqla, yəni master klasslar təşkil edirlər və bu master klasslarda uşaqlar öz istedadlarını ortaya çıxarır. Eyni zamanda onların belə deyək də nə bildiklərini, həm göz yaddaşlarını, həm də ki ümumiyyətlə nələr bacara biləcəkləri haqqında yəni master klasslar təşkil olunur. İndi isə meyvə master klası, eyni zamanda rəngkarlıq master klası var. Yox, meyvə master klasını etdik dünən. Çox maraqlı idi həqiqətən. Videolarını qoyaram bura. Çünki orada tam əslində video çəkmişəm. Əlavə olaraq da bu gün indi gedirik digər korpusa. Digər korpus deyil, ora nəzərdə tutulur. Bu korpus da buradır, yəni. Digər korpusa indi gedirik. Yadımdan çıxdı nə master klasıdır. Səhv eləmirəmsə xalça master klası nə idi, yadımdan çıxdı. Nəsə, indi gedirik ora. Görək necə olacaq. Azərbaycanda tanınmış Ebru sənətinin ustalarından biri Samirə xanım. Gördüyünüz kimi burada Ebru sənətini bizə başa salır və biz də komanda olaraq özümüz o rəsmlərin çəkilməsində iştirak edirik. İndi videonu izləyin, davam edək. Kişilərin əksəriyyəti Ebru sənətini serialdan tanıyır. İndi desəm bəlkə bəziləri yaddaşlar olacaq. Ömər babanı. Amma bu sənət əslində daha qədim və əyləncə olmayan bir sənətdir. Və Özbək türklərinin yaratdığı bir sənətdir. Bu necə yaranır? Xəttatlıq sənətini yəqin ki, eşitmişsiniz, bilirsiniz. Xəttatlar kağız üzərində yazı yazırlar. Amma kağız üzərində yazarkən bu kağızı belə adi boş kağız olmayıb. Özləri hazırladığına görə, ona görə də kağızın rəngi zaten biraz fərqli olur. Amma bundan əlavə özləri də kağızı boyuyublar. Onu sıxanda ətrafa sıçrayır, suyun üzərinə düşmür. Ona görə onu belə yüngül barmağınızla, baş barmağınızla sadəcə olaraq basaraq idarə edirsiniz. Və barmağınızın sümüklü deyil, ətli tərəfində tutursunuz. Çünki barmağınızın ətli tərəfindən tutsaz, o sıçrama effektini verməyəcək. Yumuşaq tərəfindən daha elastik olacaq. Sarı rəngin ödü az olduğuna görə digərlərini açılmağa qoymur. Mən indi onu tezdən öd olaraq qarağa baxmıyorum. Mən yarıya qədər gətirirəm. Amma bir yeri yox. Belə sonra bu. Burada kah yazardınız. Rəngkarlıq master klası bitdi. İndi isə mətbəxdə öz gücümüzü göstərməyə çalışırıq. Əziz team liderimizlə. Xəmir aça bilmir bu arada. Bugün xəmir açılan dostlar, bəli, Leyla da buradadır. Bəli. Xəmiri açırıq mı, xəmir mi bizi açır bilmirik. Aç. Heç bir şey edə bilmirlər. Burada isə kofe master klasındayıq. Ən sevdiyim içki növlərindən biri kofedir. Lakin burada bunların dadına baxa bilmədim. Nəysə. Deməli dostlar, artıq ikinci gündür.
Dostlar, Qubas turunun ikinci günüdür və deyirsiniz bu kombi nə əlaqə, corablar nə əlaqə, üstündəki nə əlaqə? Deməli, artıq bugün səhnəciyimiz var. İndi səhnəcikdən rolları da qoyaram, getdik. Qardaş.